Salam. Hər vaxtınız xeyirli olsun əziz izləyicilər. Mən Mir Hüseyn. Bu video bloka hazırlaşanlar üçündür. Bildiyimiz kimi bloka son 2 ay qalıb və bu 2 ayı həqiqətən biz gözəl dəyərləndirsək, maksimum nəticəni əldə edə bilərik. Əgər sən həqiqətən yüksək nəticə əldə etmək istəyirsənsə Və mənim verdiyim məsləhətlərə qulaq asacaqsansa, bu videonun sonuna qədər izlə. qeyd edim ki, mən məzun imtahanından çıxandan sonra, yəni apreldə imtahan vermişdim keçən il Və bloka 40 günüm qaldı. Həqiqətən mən bu planlama ilə 40 gün ərzində 100-dən yuxarı bal artırdım. Qeyd edim ki, təqdim edəcəyim planları, məlumatları tətbiq etsəniz, əmin olun ki, yüksək nəticə əldə edə bilərsiniz. getdik. Ey blokçu, sən buraxılışdan əvvəl 5, 6 və daha çox fənlərə gedən uşaqlar da vardı. İndi alt qrupda hazırlaşanlar. Daha çox fən edirdin. Yəni çox parakəndəlik vardı. Vaxtın gedirdi. Yəni çox fən, parakəndəlik və s. Yəni sən belə deyək də hər fənə bir stresin var idi də belə deyək. Artıq sən buraxılışdan sonra bir qədər rahatlaşıbsan vaxt cəhətdən. Vaxtın yaxşıdır, vaxtın var. Yəni maksimum şəkildə sən bloka hazırlaşa bilərsən. Buraxılış bilirəm, bir çətin oldu, nəsə, yəni belə deyək də biz əvvəli dəyişdirə bilmirik də. Yəni buraxılışa da baxamırıq. Yəni dəyişdirə bilmədiyimiz şeyə biz takılıb qalmayaq, yəni ilişib qalmayaq orada. Yəni mənim sözümün canı budur ki, biz orada ilişib qalmayaq. Biz irəliyə baxaq. Ola bilər siz dayanıbsınız, bəlkə dərs oxumusunuz, həvəsdən düşübsünüz, deyirsiniz, bu buraxılış getdi, buraxılış çətin oldu. Mən artıq oxumuram. Təslim olubsan da, yəni təslim olubsan. Təslim olubsansa sən zəifsən konkret olaraq. Yəni sənə bu söz demək lazımdır. Ay insan, ay mənim gözəl izləyicim, əzizim. Bax, sən niyə yarı yolda dayansan? Ola bilər az bal yığırsan. Mən də buraxılışda az bal yığmışdım. Həqiqətən deyirəm, yəni mən gözləyirdim 230, 240 bal, amma mən buraxılışda gəldim 160 bal yığdım, dəli oldum. Dedim oxumayacağam. İnansız tibb kollecinə verəcəydim. O ağıldan gedirdim. Amma mən baxırdım ki, mən bura qədər əziyyət çəkmişəm. Mənim çox qısa günüm qalıb. Yəni bir aydan sonra mənim abituriyent həyatım bitəcəkdi. Yəni belə deyək, yəni da abituriyentlikdən çıxacağam. Yəni 40 gün qalıb da burada. 2 ay qalıb da məsəl üçün. Niyə burada, niyə dayanmalısan sən? 2 ay sən heç nəyə fikirləşmə. Ancaq fokusdan bloka, sualın çətinliyi necə düşəcək, yəni düşəcək. Başa düşdünüz? Yəni onu siz dəyişdirəmisiniz ki? Fokusdan bloka, ancaq bloka hazırlaş. Nəyə dayanıbsan? Bəlkə yalancandan test işləyirsən. Oturubsan, elə belə yalancandan tarix oxuyursan, ədəbiyyat oxuyursan, heç elə bil ikinci abzasa keçəndə birinci abzas uçur gedir. Başa düşmürsən. O biz nə başa düşmürsə, həvəssiz oxuyursan ona görə, konkret olaraq. Budur. Oxumayan uşaqlar var, dayanan uşaqlar var. Bunların tək problemi həvəsdən düşürlər, buraxılışdakı nəticələrində ilişib qalırlar. İlişmə qardaş, dəyişdirəmirsən. Deyir, bu səhvi gərək eləməyəydim, bu asan idi, mən burada diqqət edirəm. Bunu dəyişdirəmirsən, fikirləşmə artıq, əzizim, artıq fikirləşmə. Mən də fikirləşirdim və s. Bunu ehtiyac dəyişdirəmirsən. Hamı diqqətsiz. Səhv eləməyən adam var. Nə qədər potensialın olur olsun, sən az da olsa diqqətsiz deyirsən və s. və ilə axır. Yəni uğursuzluqlar olur, təbii ki, uğurlu da olursan da. Yəni uğur bir saçan gəlir, uğursuzluqdan doğur əslində uğur. Yəni siz əslində uğur qazanıbsınız. Sadəcə burada biraz uğursuzluq olub və yaxud biraz pis diqqətsizlik eləyibsiniz, ona takılıb qalıbsınız, ilişib qalıbsınız. Ona ilişməyin, əzizim, ilişməyin. Baxın uşaqlar, bloka çox az qalıb, 2 ay qalıb, düzdürmü? Və biz nə qaramalıyıq? Burada maksimum nəticəni bütün bacara bildiyimizin ən yaxşısını eləməliyik. Vəssalam. Mən də buna görə sizə plan verəcəm və bu planda blokdan həqiqətən yuxarı bal yığa bilərsiniz. 300 plus yaza bilərsiniz. Nə bütün belə deyək də sizə ümumiyyətlə bal necə artırılır, onu izah edəcəm. Deməli, ilk olaraq siz konkret olaraq dimin toplusunu bitirməlisiniz. Uşaqlar, siz test işləyirsinizsə, düzdürmü? Fikir verirsiniz yəqin. Bəzən test işləyibsiz, məsəl üçün 10-cu sualda işləyibsiz. Mən burada adı vurdum getdim. B, C, D, Y-yə baxma. Nə qədər ona baxacam. Tez vurdum keçdim. Görürəm o səhv çıxıb. Məsələn 10-cu sual səhv çıxıb da həminki sual. Müəllimlə baxsam və yaxud da özüm baxsam, Y-miş ki məsələn burada. Nə asan sual idi ya bu. Yazan mənim. Bilirsiniz, bütün variantlara baxın. Analiz edin. Hələ siz baxırsınız. Mən deyirəm baxın. Hələ bunu analiz eləmək lazımdır. Mən bunu analizini eləməyi sizə məsləhət görürəm. Çünki burada analiz eləyəndə deyirsən ki, burada filan şey olsaydı A olardı. Mən orada diqqətsizlik elədim. Əgər bu olmasaydı, məsəl üçün A olardı. Başa düşdünüzmü? Yəni diqqətsizliyi oradan qəşəng tutursan.
Oranı tam möhkəmləndirirsən. Başa düşdünmü? Yəni burada nə öyrəndik? Birinci plan dim toplusunu işləmək, əsas mövzu testlərinin qəşəng hamısının bir dənə qalmasın o mövzu 200 neçədən 300 dənə bilmirəm. Bütün toplularda verirəm. Mən burada tək Azərbaycan dilini vermirəm. Yəni 3-cü qrup üçün deyəsiz məsləhət ya da ancaq 3-cü qrup xeyr. Bütün toplu riyaziyyatdan yaz. İngilisdən getdi də riyaziyyat yaz, ədəbiyyat yaz, tarix yaz, coğrafiya yaz, kimya yaz, biologiya yaz. Fərq eləmir. Onsuz da hər yerdə o səhv edirsiniz. Olub da hamıda olub. B yazıbsan, məsələn, Y-yə qədər baxmayıbsan. Bütün variantlara baxmalısan və onu analiz eləməlisən. Bayaq dedim, o səhvi tutmaq, bu olmasa bu olardı. Məsəl üçün. Bax, belə uşaqlar, bu birdir. Həm etməməli olduğunuz səhvləri deyirəm burada. Görürsünüz də, məsələn, bu səhvi eləməli deyilik. Variantlara hamısına baxmalıyıq. Bir də ki, dimin top. 2. Mənim ən sevdiyim budur. Yəni, konkret olaraq favorim də bu. Mən xoşum gəlirdi. Ən çox bunu işləməyə xoşum gəlirdi. Dimin testləri. Bax, DİM 2016-dan deyəsən fəaliyyət göstərir. 2019-dan ta 2026-ya qədər olan DİM-in çıxartdığı bütün imtahanları işləyin. Və onu bir dəfə yox, 3 dəfə işləyin. Tam başa düşərsiniz. DİM-in sual tiplərini başa düşərsiniz. 3 dəfə işləyin. Necə? Yəni 2019-u işlə 3 var hərəsində, düzdür? Deyək 5 dənə var. 5 il vursan, o sınaq da var. 2 dənə öz keçirdir imtahan. Düzdürmü? Bir əsas, bir onun şansı, bir də sınaq keçirdir hər il. İlə 3 dənə eləyir. Vur onu 5-ə. 15. Düzdür. 15 bir dənə fənd deyil ki. 3 dənə fənddir. 45 dənə sənin belə deyim də fənə aid testin var. Düzdürmü? Olay deyək 15 dənə var. Düzdürmü? Başlayırsan 15 dənə sınağı. Başlayırsan işləməyə. Biz necə işləyirəm? Baxın, birinci şansı işləyirsiniz. Məsələn, Azərbaycan dilisini, məsələn, bayaq da riyaziyyatı fərq eləmir. Kimya, biologiya, coğrafiya fərq eləmir. 30 sualdır. Düzdürmü? Başlayırsınız 30 sual yazmağa. 30-dan yazdınız 10. Özümdən məsləhət verirəm. Əsasən indi mən reallıqda, yəni reallığı göstərim sizə. Yəni məsəl üçün getməyək. Baxın, mən 40 günüm var idi və Azərbaycan dilinin qrammatikasından o da çətindir, yəni şey deyil, yəni mətin deyil ki. Azərbaycan dilinin qrammatikasından cəmi 5 dənə yazırdım, 6 dənə yazırdım. 30 sualdan 5-600 nədir? Heç yerə qəbul olmasa, heç yerə götürməz. 5-6 dənə yazmaqdan heç limiti keçənməzsən də, təsəvvür elə. Qanım qoradı, nə qoracam, nə edəcəm? Başladım, dedim, mən bu testləri əməli başda analiz edəcəm. Niyə səhv edirəm? Mən bu sualı özümə verirdim. Niyə səhv edirəm? Niyə burada səhv elədim? Bu sualı verə variantların bir-birini analiz edirdim. B niyə görə 4? Məsələn, nəsə olsaydı, bura nə qoysam B düz çıxar. Mən bunu fikirləşirdim əməli başda. Biraz düzdür, 7 ay hazırlaşdığıma görə az müddətdə 40 günüm vardı. Yəni tək 40 günüm vardı. Heç 40 gün yox. Həvəsdən düşmüşdüm. Yəni 35-ci gündə başladım, neçənci gündə başladım. Qısa müddətdə mən dəli kimi çalışırdım. Ona görə bunları hamısını tapmışdım. Yoxsa elə belə də geçsəydim, heç nə olmaz. Bax dediyim kimi 5-6 dənə yazırdım. Lakin imtahana az qalmış, təsəvvür elə 30 günə də, 35 günə, 40 gün belə deyək, deyək 40 günə. Mən birisini ağarırdım, 29 dənə, 28 dənə, tək və Azərbaycan dilində deyil, ədəbiyyatdan da eləyirdim. Təsəvvür elə ədəbiyyat bilməyən uşaq 40 günün içində özün gör nə qədər təkmilləşdirir. Yəni bilirsin nə deməkdir? Bu testin analizi, testin köməyi ilə. DİM-in testlərini o qədər işləyirdim ki, DİM-ə aid testlər, DİM tipli testlər o qədər işləyirdim və onun analizini edirdim deyənə çoxaltmışdım. Dəhşət. 5 dənə Azərbaycanla düz yazırdım. 40 günə, 45 günə. Mən gətirdim onu o 29-30 dənə. Özüm imtahanda düzdür, biraz diqqətsizlik 25-dən yazmışam. Bu da pis nəticə deyil. Bu da yaxşıdır. Yəni uşaqlar onu deyirəm. Bu mən Azərbaycanla nümunə verirəm. Bu riyaziyyatda ola bilər. Sən riyaziyyatdan 5 dənə yazsan və testin analizini etsən, niyə görə o səhv eləyirsən? Niyə trigonometriyada filan səhv elədin, orada boşluğun var, get ora bax. Məsəl üçün. 3-cü planda bunlardır. Qrammatikanın qaydalarının öyrənməsi və onun necə öyrənməsi. Yəni sonra 4-cüdə də nə varsınız? Bax, qısa qeydləriniz var və yaxud da müəllimlərin qaydaları var. Məsələn, mənim bu 4 planım idi, düzdür? Mən bunu elə bədahətən demirəm. Mən burada əməlli başlı bir şey hazırlamışam sizə. Word-də də əməlli başlı özüm bir əlimlə yazmışam. Süni intellektin iyisi dəyməyib bunu heç. Bir özüm yazmışam əlimdən, fikirləşmişəm, yəni necə uşaqlara deyim, necə başa salım, bir-birisi üçün hazırlamışam bunu. Yəni bu elə nətər gəldi demirəm bunu, yəni konkret olaraq deyim. 4-cüdə də qısa qeydlərinizə baxsınız. Müəllimlərin qızıl qaydaları var. Riyaziyyatda, kimyada, biologiyada və yaxud öz qeydləriniz var. Onları ümumi təkrar edə bilərsiniz. 4-cüdə bunlardır. Yəni bu 1, 2, 3-ü 4-dən ağarırıq, ümumiləşdirib bağlayırıq. Başa düşdünüzmü? Belə. Bax əzizim, nə ağarırsan? Və indi özünə söz verirsən ki, deyirsən ki 40 gün var, 40 gün və özünə burada söz verirsən ki bu videoda, deyirsən ki mən 2 ay qalıb, mən özümə kişi kimi söz verirəm ki mən özümə həqiqətən söz verirəm ki
Mən bacaracam. Mən dayanmayacam. 40 gün, 2 ay nə olar olar. Özünə burada məni izləyirsənsə, özünə qəşəng bir söz ver. Denən ki, mən 2 ay nə olur olsun, sözümdən dönməyəcəm. 2 ay boyunca əlimdən gələn qədər çalışacağam. Əlimdən gələn ən yaxşısını edəcəm və günlük falan qədər plan qur özünə. Denən ki, məsələn mən sizə 4 dənə plan dedim, düzdür? 4 dənə plan dedim, düzdür? Mən sizin saatlarınızı bilmirəm ki, haçan hazırlıq edirsiniz, ümumiyyətlə getmirsiniz və yəni işlərinizi bilmirəm ki mən. Özünüz üçün plan qurun. Deyim toplunu, mən dediklərim vardı. Məsələn toplunu falan yerlərin məsəl üçün nə qədər işləyəcəm, nə saat ayıracam, saat neçədə qutaracam, hansına keçəcəm. Bax mən bunları hamısını eləyirdim. Planlı şəkildə işləməsin, parakəndəlik düşür. 2 aydan sonra var, getdi, abituriyentlik getdi. Sadəcə şirin xatirələr qalır. Allah haqqı, şirin xatirələr qalır əzizlərim. Deyirsən, hə, bir vaxtlar mən də hazırlaşırdım, mən də abituriyent idim. Sadəcə bu xatirələr qalır. Əziyyət, bəli, unudulur. Əziyyət unudulur. Amma yad eləyirsiniz də onu. O bu havanı yad eləyirsiniz. Hər hansı bir yoldan keçəndə deyirsiniz, mən burada hazırlıq etmişdim. O əziyyətlər yadıma düşür. Və yaxud şəkiliyyat çəkdirəndə və s. və ilə axır, bax orada yadıma düşür. Həqiqətən mən əməli başda əziyyət çəkmişəm də. Bax bu adama ləzzət eləyir. Sadəcə nağırmaq lazımdır, əziyyət çəkmək lazımdır. Əziyyət çəkəcəksən, nəticəni əldə edəcəksən. Bu qədər. Ümid edirəm ki, istədiyiniz nəticəni əldə edərsiniz. Həvəsdən düşməyin qətiyyən. Özünüzə həvəs verin, motivasiya verin, disiplinli olun, verdiyiniz sözə sadiq qalın və irəliləyin. Budur uşaqlar. Mən özüm deyim. Mən məzunam. Niyə görə məzunam? Verdiyim sözə sadiq qaldım. Bacarmaq, bəli, bacara bilərsən. Eləyə bilməliyik, yaxı. Eləyənməliyik. Yox, deyirsiniz, ay yaxı kimdir? 2 aya mən sıfıram. Mən sıfıram. 2 ay alınmayacaq. Alınmayacaq. Bunu demək, bu alınacaq. 100% alınacaq. Bax, mən sizə deyim. İmkansız deyə bir şey yoxdur. Əgər sən həqiqətən, baxır indi hansı işdir, yəni, yenə imkansız deyə bir şey yoxdur. Sən həqiqətən çox çalışsın, o səni gəlib tapacaq. Hara gedirsən get. O iş gəlib səni tapacaq. Əzizim, indi get və başla. Dayanmağa ehtiyac yoxdur. Təslim olsansa zəifsən. Zəiflik də sənlik deyil. Sən zəif deyilsən. Sadəcə sən həvəsdən düşmüşdün və səni ayıltdın. Bu qədər. Bir də ki, sən sıfırsansa, yenə də fərqi yoxdur. Sən də qalxa bilərsən. Təsəvvür elə. Sıfırsansa, asan suallar var orada. Rahat olar keçsən, orta suallar, çətin suallar. Daha çox bəlkə sən yazacaqsan, bilmək olmaz. İnandırım ki, sizi məndən 3 il əvvəl, yəni belə deyim, 3 tədris ili ədəbiyyat oxuyanlar vardı. 3 tədris ili dil ədəbiyyat oxuyanlar var idi. Düzdürmü? Mən onları 7 ay keçdim. 7 ay deyəcəm, yəni 7 ay orada buraxılışa hazırlaşmışam, onun yarısını. Yəni belə deyək də, deyək 2 ay, 3 ay keçdim onlara. Düzdürmü? 2 ay, yəni 7 ay ərzində hazırlaşmışam. Amma mən onları keçdim. Bir tədrisində onları keçdim. Onsuz da buraxılışa hazırlaşmışam onun yarısını. Belə deyək də, yəni 3 tədris ili, bir var imtahana hazırlaşırsan. Bir var təkcə bir tədris ili, o bir deyil əslində. Bilirsiniz niyə? Orada yay da yoxdur. Yayda gedib açım kitabı oxuyum, yay da yoxdur. Yəni mayda qurtardı hesab. Bitdi, başa düşdünüz? Amma yox, onların isə yay da var idi. Heç nə uşaqlar, ümid eləyirəm istədiyiniz nəticəni əldə edəsiniz. Bir də zəhmət olmasa bizim kanalımıza abunə olun. Bu da mənə motivasiya verir və disiplinimi də artırır və mən sizə nə qədər paylaşımlar eləyirəm. Bir də qeyd edeyim ki, bu videonu hamısını mən düzəldirəm. Editin, qapaq fotoğrafın, kontentin, yəni özümdə S23-dən çəkirəm bunu. Yəni mənə orada deməyin, yəni mən bu təmənnasız bunu eləyirəm. Hər hansı bir pul falan almıram, hələ ki heç nə yoxdur. Hə, yəni təmənnasız edirəm. Sadəcə sizdən abunə olmağınızı xahiş edirəm. Bəyəni də bilərsiniz və s. və ilə axır paylaşa bilərsiniz. Hamısı bizə dəstəkdir. Təşəkkür edirəm. Qəşəng bəyənsiniz də yaxşı olar. Çox sağ olun, var olun, görüşənədək.